Bir söz var, deyirlər ki, başmaqçının başmağı cırıq olar, dərzinin paltarı sökük olar. Bu sözdən mənim yoldaşımın elə xoşu gəlir ki, demək olar ki, çox sıx-sıx işlətdiyi sözdür. Mən də bu sözü eşitməkdən artıq əzbər bilirəm. Desələr ki, bir atalar söz misal çək, deyərəm ki, başmaqçının başmağı cırıq olar, yəni o dərəcədə. Bu mövzuya hardan gəlirəm? Bilirsiniz ki, mənim yoldaşım mebel ustasıdır. Evimizdə özünün görə biləcəyi, öz sahəsi ilə bağlı o qədər işlər var ki, yaxşı, bunları qoyuram bir kənara. Xırda görüləsi işlər var ki, o işləri bizim evdə yoldaşım özü görür, yəni əlavə usta çağırmağa ehtiyac yoxdur. Məsələn, hamama aldığımız bu künclük şampun yığmaq üçün qab, artıq bu qabı aldığımız 3 həftədir. Xahiş edirəm bunu asaq. Mən də kömək eləyim. Əgər çətin bir şeysə asaq bu gün, sabah. Və məni ən çox da dəli eləyən odur ki, heç bir işə yox demir. Deyirsən ki, filan işi görməli, əlbəttə ki, eləyərik. Hə, eləyərik, narahat olma. Eləyəcəyik problem. Orada nə var ki, eləyəcəyik. Məni bu dəli eləyir. Nəysə bir də gördüm ki, nə əcəbsə mən demədən mən artıq yorulmuşdum. 2 gündür demirdim. Gətirib asıb, hələ öz şampunları da yığmışdı. Təzədən götürdüm. Həm qabı yudum, həm ətrafı yığışdırdım. Hamamı elədim çiçək kimi. Düzdür, əslində hamam haqqında planlarım, fikrim tamam başqa bir şey idi. Amma düşündüm ki, hamamın ölçüsünə görə bugünkü gün ən yaxşısı divardan asmaqdır ki, bizə mane olmasın, uşaqlar yuyunanda da mane olmasın ki, yerləri geniş olsun. Mən çox bəyəndim. Düşünürəm ki, elə ən yaxşısı da budur. Yaxşı qərar vermişəm. Yoldaşıma da buradan bir daha minnətdaram ki, belə bir jest elədi. 3 həftədən sonra hamamımızı aldığımızı işıqlandırdı daha doğrusu. Bir də təmizlik görərkən istifadə elədiyim məhsuldan çox razıyam, çox gözəl nəticə verir. Əgər hələ də o məhsulu sınamamısınızsa, marketlərdə var, alıb sınaya bilərsiniz. Videom uzun olsa da inanıram ki, sevərək izlədiniz. Hələlik.